biz baxırıq bu tapşırığa. AB intervalında ədədlər AB intervalı daxil edilir. For ilə həmin intervalı seçirik və oradakı tək ədədləri çap etməliyik. AB daxil edilməlidir. Forda biz bilirik ki, ancaq tam ədədlər olur. For daxilində nə string, nə də ki, float istifadə edə bilmirik. Yazırıq int A, B. Sonra bəzəkli yazaq biraz. Cout A-nı daxil edin. Sonra sin A. Cout B-ni daxil edin. Sin B. Bu bəzəkləri niyə yazırıq? Rana basanda nə etməli olduğumuz rahat bəlli olsun deyə. Sonra burada yazacağıq artıq forun sintaksisini. For int i. İlk i başlanğıc hissəsini göstərirdik i ilə. AB intervalı daxil etdiyimiz üçün başlanğıc nöqtəmiz i bərabərdir a olacaq. Sonra i kiçikdir, bərabərdir ilə biz göstərirdik limit, hara qədər getməlidir ədədimiz. I kiçikdir, bərabərdir b. Bu olur bizim limit nöqtəmiz. Niyə kiçikdir, bərabərdir ilə göstərirsiniz desəniz, bizdə aralıq kimi a virgül b veriblər. Riyaziyyatdan biz bu iki aralığın fərqini bilirik. AB bu aralığın və bunun fərqini bilirik. O səbəblə kiçikdir, bərabərdir olsa bura b də daxil olacaq. Əgər kiçikdir b olsa b-yə qədər götürür çünki o səbəblə. Daha sonra i plus plus. Bəzəkli mötərizələrimizi açdıq. İndi bizdən istəyir tək ədədləri. Biz bunun üçün şərt qoyacağıq. If, yoldaşlar, bilmirəm sizə demişəmsə ya yox, tək ədədləri, cüt ədədləri forun içərisi ilə oynamaqla yox. If şərtini qoymaqla seçin. Çünki içəri ilə oynadıqda sizin məsələ misalınıza uyğun olmaya bilər. Amma if ilə hər zaman uyğun olacaqdır. Deməli, i faizli... Boşa Python kimi yazdım. Deməli, if mötərizələrimizi açırıq. I faizli bölmə 2 bərabərdir 1. Bəzəkli mötərizələrimizi açdıq. İndi qəşəng bir sual. Hə, Nemət, buyur, sualın varsa. Varsa əgər. Yox. Altun, biz tək ədədləri tapmaq üçün niyə i faizli bölmə 2 bərabərdir 1 şərtini qoyduq? Necə bir son verir bilərsiniz? Bax, mən bu yazdığım kod var ya burada. Burada mən tək ədədlərimi seçmək üçün i faizli bölmə 2 bərabərdir 1 kimi bir şərt qoydum. Niyə? Nəyə əsaslanaraq etdim bunu? Çünki Nə? mənim tək ədəd olmağı, mənim cüt ədəddə 2-yə bölünür və tək ədəd Fikrini izah elə. Narahat olma. Məncə 2-yə bölüb üstünə 1 gəlməni qoydunuz ki, cüt ədədlər 2-yə bölünür. O ədədlər üstünə 1 gəldikdə də tək olur. Əslində məntiq düzdür, Altun. Yəni üstünə 1 qoymuş sayılırıq da əslində. Faiz işarəsi ilə olan bölmə bizim üçün qalıq qaytarırdı. i faizli bölmə 2 bərabərdir 0 olanda hər hansısa bir ədədi 2-yə bölürük və qalığımız 0 olur deməkdir. Əgər 2-yə bölünəndə qalıq 0-dırsa, deməli 2-yə tam bölünür deməkdir. i faizli bölmə 2 bərabərdir 1-dirsə, hansısa bir ədədi 2-yə böldük, qalıqda 1 alındı deməkdir. Yəni üstünə 1 gəlmək də eyni şeydir. Əslində, amma bu cür izah etsən daha yaxşıdır. Qalıqlı bölmədir bu çünki. İndi baxaq. Cout i
Siz ilkten sonra niye iki tane yine kiçik dil kərəs qoydunuz? E, Yenə əlavə eləmək, Endl əlavə eləmək üçün. Endl ama bize şey deyir, eyni sətirdə deyir. O səbəbdən biz Hə. belə eləyək görək, boşluq ataq görək nə baş verir. A-nı daxil etdir, olsun 5. B-ni daxil etdir, olsun 19. İndi baxaq nə baş verirsə. 5, 7, 9, 13, 12 hamısı da ardıcıllıqla və bir sətirdədir. Niyə boşluq əlavə etdim? Çünki burada bir sətirdə çapa ver deyir. Baxın, o burada deyilən cümlə mütləq cümləyə riayət olunmalıdır. Bir sətirdə çap edin deyir. O səbəblə. Müəllim, bəs acıt olsa, Nə? acıt olsa onun üstündə şərt əlavə eləməliyik də, düzdür? Yox. A cüt də olsun, tek də olsun. Buna hansı uyğundursa onu verəcək bizə. Burada Müəllim, dəqiq məsələn biz daxil Aa. yəni ədəd daxil danışan. Necə? biz ədəd daxil edəndə cüt ədəd daxil etsək ondan sonrakini seçsək tək olur deyə. Zaten. De daxil etdim cüt ədəd. 13, 15, 17, 19. Burada da cüt olsa ondan əvvəlki təki seçəcək, qalacaq elə. Məsələn 20 olsa 19-da saxlayacaq. Və yaxud da 18 olsa 17-də saxlayacaq. Bir dənə bu tip tapşırıqlarda aralığın verilmə formasına baxın. Baxın, bu formada verilə bilər, normal mötərizə ilə. O zaman biz kiçikdir B yazacağıq. Sonra məsələn belə verə bilər. Amma adətən verilmir, düzün desəm, amma olma ehtimalı var da yenə də. Tutaq ki, A daxildir, B daxil deyilib, verilib. Bu zamanda kiçikdir B yazmalıyıq. Amma bizə birinci versiyada verilmişdi deyə onu yazaq və bunu şəkil kimi atacağım. Atım elə hal-hazırda qrupa. Çünki onu diyəcəm. İzahını YouTube'da paylaşmışsınız. Nəyi? Tor dərsinin izahını. Bəli. Hemen. Qrupada atmışdım altı. Bizim adam Ben bir nerede gidip bakacağım. Okey. Deməli, növbəti tapşırığımız. Növbəti tapşırıq. Proqramda en natural ədədi verilir. İlk en cüt ədədləri artan sırayla çıxışa verin. Yəni bu nə deməkdir? Bir ədəd daxil edirəm. Sıfırdan həmin ədədə qədər olan cüt ədədləri çap etməliyəm. Məsələn 3 daxil etdim. Ay yox. Səhv anlamışam. Deməli ilk en cüt ədədləri Yox, müəllim, düzdür, sadəcə yox. 3 elə bil daxil o sayda. Hə, o saydadır. Forumuz həmin ədəd qədər getməli imiş. Proqramda en natural ədədi verilir. İlk en cüt ədədi artan sırayla çapa verir. Deməli, int n n'imizi daxil etdik. Sin n. Endi for int i bərabərdirmi n yazsaq, acaba nə yazsaq? Burada sıfırdan başlayacaq. Kiçikdir, bərabərdir yazaq. Ki n-ə qədər getsin. Kiçikdir, bərabərdir n. Baxa görə nə baş verir? Ödənəsə şərtimizi dəyişdirərik. Sonra cüt ədədləri seçdik. If
Baxın görün kimi sual verə bilərəm. Deməli. Rasim. Mən cüt ədədlər üçün necə şərt qoya bilərəm? Rasim. Bilmem. Cüt ədədləri seçmək üçün necə şərt qoya bilərəm? Bilmem ben. Nə gözəl tərkəb var. Ben diyeyim müəllim. Ben diyeyim. De Məhəmməd. Ben cüt ədədləri seçmək üçün faiz 2'ye yenə bölürük müəllim. Qalığı da 0'a bərabər edirik. Qaldı dur. İyi. Faizə bölmək 2 bərabərdir 0. Sonra bir dənə see out iyiliyə görə nə baş verir? Və hələ ki n bundan. N daxil etdim, tutaq ki 9. Və şimdi cevap verin. I beraberdir 0 olsun. X beraberdir n i plus plus. 9'a qədərini çapa verdi. Amma bizdən soruşur ki 9 dənə cüt ədəd istəyir bizdən 0, 1, 2, 3, 4'dür burada. 9 da cüt ədəd istəyir müəllim. Mən 3 daxil etsəm 3 dənə cüt ədəd verməlidir. Necə? Müəllim 2'ye vuraq. 18'e Müəllim mən kadar. tapdım müəllim. Hə. Ben de o kodu ben yazmışım ama size atmışım. Orada i'ni yenə 1'e bərabərləşdiririk. Sonra diğerinde de i bərabərdir. I kiçikdir bərabərdir deyirik. N'ə bərabərləşdiririk. Aşağıda da müəllim n vurulsun 2 yazırıq. Ha 2'ye vurmaq. Yenə kimsə Evet, dedi üst. deyəsən 2'ye vurmağı. İlham dedi, hə. Hə. 2'ye vuraq görək. N vur 2. N daxil edək tutaq ki 8. Baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Qəşəng. Deməli, burada nə baş verir? Bir dən baxaq. Məsələn, daxil etdik 8. N-dən. Burada gəlir aralığımız 1, 16 aralığında gedir. 1, 16 aralığında da bizim üçün var 2, 4, 6, 8, 10, 12, 14 ve 16'nın özü. 1, 2, 3, 4, 5, 6, 7, 8. Qəşəng. İndi bəs bunu mən məsələn 8 elə olduğu kimi qalsa nə baş verir? 0, 1, mən 8. Burada ədəd sayı artırdı ki, vurduq deyə. 2, 4, 6, 8'də qalır. Qəşəng, əla, güzel. Tam götürmədim, amma olsun. Daha sonra n'dən kiçik ədədləri. N daxil edilir. Birdən böyük bir n. Tək sətirdə n'dən kiçik olan bütün natural tək ədədləri artım sırasıyla daxil edin. 8 daxil olunsa, əvvəlkilər 1, 3, 5, 7 kimi daxil olunur. Hay Məhəmməd, buyur bax. Bu da öyle diğer kimi yazdırdı müəllim. Amma i minus olmalıdır məncə burada. Amma hələ ki bilmirəm, yazaq baxaq. Yo müəllim, mən yazıb atmışdım onu sizə.
Mən bax. Orada Mən i plus plus 2 minus olmalıdır. olmalıdır. i bərabərdir i plus 2. Okey. Yox, tək ədədlər istəyir. Int e bərabərdir 1 in kiçikdir. Deməli, n-dən kiçik bütün ədədləri istəyirdim. Bunu Hə deməlim, ən kiçikdir. Sonra da i bərabərdir üstəgəl 2. niyə ki? Məlumatın altında sin en yazmalıydı. Hə, yazmamışım. Sin, bunu da yazdım. Onu ilə şərtlə qoyarıq. Deməli, if həmişə unudum Python kimi yazıram. Bərabərdir 0. Tək ədədləri istəmirdi bizdən. Həmən. Gəlsin. Onda bərabərdir 1. Sonra hə, bu normalda şeydir də sadəcə söz oyunu eləyiblər. Amma tək sətirdə deyir, boşluq atacağım endovun yerinə. 9 1 3 5 idi. Hə, özündən kiçik tək ədədləri istəyir bir sətirdə. Bir sətirdə istədiyi üçün endovun yerinə boşluq atanda işimiz düzəlir. 8 daxil edək, özündən kiçik bütün tək ədədləri düzdür qarşımıza. Hə, bu normal təkcə seçilməsi sadəcə söz oyunu oynayıblar. Daha sonra 3 bu 4'ü gidiyorsan. Baxaq nə baş verirsəm. 2A və B ədədi verilir. 4 rəqəmlidir ən böyük. Yəni 1000-dən kiçikdir. Onda 3 kiçikdir bərabərdir. 1000-ə bərabər ola bilərlər. İdmançıların nömrələrini azalan sırayla çıxışa verin. 3 və 7 aralığında 7-dən 3-ə qədər ədədləri çapa bilməliyik. 7, 6, 5, 4, 3. Hə, bu aralıqdakı ədədləri çapa bilməliyik sadə formada. Mən bu deyəsən minus minusla yazacaq. Baxaq. Deməli, int AB sonra cout A-nı daxil edin. Sin A. Bu arada sin A-B'ni ikisini də eyni anda daxil etmək olur. A, B eləyib daxil edə bilərik. Sadəcə daha anlaşıqlı olsun deyə, baxan adam başa düşsün deyə belə eləyirəm. B-ni Alt alta çap eləyirəm, müəllim. daxil edin. Yəni alt alta daxil edeyim. Hə. Daxil edin. Sonra sin B for int A-B aralığı olduğu üçün bayaqki kimi int i bərabərdir A, i kiçikdir bərabərdir B, i hələ ki plus plus yazaq görə nə baş verir, sonra o minus minus niyə olmalıdır onu dəyişərik. Cout bizə nəsə demirdi də AB aralığındakı ədədləri çapa ver deyirdi. Cout Qarşıdan yəni. nəyi? Ya, Müəllim, böyük azalan B sırayla. olmalıdır. Hə, düzdür. A-mız kiçik, B-miz böyükdür. Azalan sırayla olduğu üçün B-A olmalıdır, düzdür. Tərsinə yazmalıyım. Və müəllim, i minus minus olmalı deyəsən. Gözə baxaq onu özünüz görək. A-B sözlərini dəyişmək. Nə fərqi var ki bunun? Fərqi yox zaten. A kiçik, B böyük olacaq. Hə, okey. Bunların fərqi yox. A-nı daxil edək 5. B-ni daxil edək 12.
Müəllim i mənfi olmalıdır. Azlanan sırayla gedir deyə. Düz ona görə işləmir. A-nı daxil edirik 5. B-ni daxil edirik 9. Bunu çaplat verməli. For into Yani belki iyi böyüdür yazmalıyız. İyi böyüdür beraber. Mən üstünə yazaq müəllim. nə Müəllim yazaq? i-dan kiçik olmur axı ay müəllim. i-dan böyük olur. Böyüdür olmalıdır orada. Nədən böyük Mən- olur? Müəllim i böyükdür bərabərdir Yani olmalıdır. orada mötərizə ne? Kvadrat yok, yarım daire vermişler ona göre. Gözdə bir dənə də yoxdur. Yox, şərtin şeyi yox deyə. Müəllim İyi orada Ben orada iyi büyüktür. müəllim orada az i böyükdür yani. olmalıdır, hə. İyi böyüdür müəllim beraber. Aha. A-nı daxil edirik 5. B-ni daxil edirik 9. Aha, qəşəng. 9-dan 5-ə qədər getdi. 5-in özü də daxil olmasını istəyirdikmi? Beraber koyalım ben orada. Hə, müəllim. Hə, kiçikdir bərabərdir. Onda kiçikdir bərabərdir, böyükdür bərabərdir işarəsini qoyuruq da bizim məsələmizə uyğun. Deməli 3 şimdi ürək getdi. Deməli 3 sonra 8. Şu 8-dən 3-ə qədər bütün ədədlər ardıcıllıqla çapa verdi. Bu da idmançıların nömrələri olduğu üçün 8 ilə 3-ün özü də daxildir. Bunu biraz balacalaşdırın, çapa verin. Screen eləyim zaten. Daha sonra biz dördüncüydü deyəsən 5. Buna oxşar bir şey etmişik. Mən bunu ayrıca yazmıram. Çünki bizim forum pdf-ində buna oxşar şeylər var idi. Ona görə ayrıca yazmıram bunu. Bunu yazdıq. Bunu yazdıq. Bu və bu. Hə, qəşəng vüsü. Mənim demək olar ki, bitdi. Hə, işimiz bitdi. İndi biz başlayaq while dövrünə. Bir də mən bu videonu saxladım, yenidən başladım. Çünki ilk hissə məsələ misal, o birisi də while dövrünün izahı olacaq.